Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar iş yerlərində psixososial risklərin idarə olunması, müasir yanaşmalar və həll yolları mövzusunda konfrans keçirib. Konfransda çıxış edən rəsmilər vurğulayıblar ki, ölkəmizdə əmək münasibətləri sürətlə rəqəmsallaşır. Xüsusilə əmək və məşğulluq alt sistemi təhlükəsiz iş mühitinə nəzarəti daha çevik və effektiv edib. Diqqət çəkən məqamlardan biri isə son 2 ildə əməyin mühafizəsi üzrə 167 yeni dövlət standartının təsdiqlənməsidir. Bildirilib ki, artıq iş yerlərində yalnız fiziki deyil, həm də psixososial sağlamlıq, yəni mənəvi mühit əsas prioritetə çevrilir. Tədbirdə həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən maarifləndirmə tədbirləri və Dost Müfəttiş layihəsinin uğurları barədə məlumat verilib. Sonda əməyin mühafizəsini nümunəvi şəkildə təşkil edən işə götürənlər təltif olunub. Konfrans işini panel müzakirələri ilə davam etdirib. Artıq bu bir faktdır ki, əməyin mühafizəsi dedikdə yalnız fiziki təhlükəsizlikdən və işçilərin fiziki sağlamlığından söhbət getmir. Bu tədbirlər həmçinin iş yerlərində iş yükünün normal, balanslı təşkili, iş və istirahət vaxtının düzgün idarə olunması, ümumiyyətlə işçi və işə götürən münasibətlərinin düzgün təşkili, iş mühitinin psixososial elementləri, bütün bunlar işçinin sağlamlığına, o cümlədən əməyinin məhsuldarlığına birbaşa təsir edən əsas faktorlardandır. Bilirsiniz ki, ölkəmizdə əməyin mühafizəsi sahəsində son illər mühüm tədbirlər, hətta islahat xarakterli böyük tədbirlər həyata keçirilir. Bu tədbirlər istər milli qanunvericiliyin, beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması olsun, istər əməyin mühafizəsi sahəsinə dövlət standartlarının qəbulu olsun, istər preventiv və profilaktik tədbirlər, xüsusilə rəqəmsal həllərdən geniş istifadə olsun, bu kimi tədbirlərə əhatə edir və tədbirlərin içərisində xüsusilə maarifləndirmə tədbirləri geniş vüsət təşkil edir.